xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera test bankında algoritm bölməsinə aid verilmiş belə bir suala baxırıq. Sual bu formadadır. Aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurduqda şərt blokundan, yəni ROM-dan ən azı neçə dəfə istifadə olunduğunu müəyyən edin. X dəyişəni tam ədəddir. Deməli, bunu riyaziyyatdan bildiyimiz intervallar üsulu ilə yazaq. Deməli, burada baxın, gəlin interval üzərində qeyd edək. Deməli, x böyüdür 6, yəni 6. Burada 5 verilmişdir, bunları qeyd edək. Deməli, 6-dan, birinci hissədə 6-dan müsbət sonsuzluğa, düzdür? Və burada ikinci hissədə x bərabərdir 6. Deməli, bu dairənin içi doldu. Deməli, 6 da bura daxildir. Və mənfi sonsuzluqdan 5-ə kimi. Və bura 5 də daxil olacaq. Deməli, burada, baxın, intervallar üsulunda burada dairənin içi doludursa, hər iki halda, yəni burada verilmiş rəqəmlərdə, yəni içi dolarsa, deməli, şərt blokundan 2 dəfə istifadə olunacaq. Yəni, burada 3 şərt verilibsə, ondan 1 çıxacağıq və deməli, 3 şərt verilibsə, oradan 1 çıxırıq. 2 şərt blokundan istifadə olunacaq. Yox, əgər tutaq ki, intervallar usulu, tutaq ki, biri daxildir, biri daxil deyilsə, əgər 3 şərtdirsə, 3 dənə də şərt bloku olacaq. Gəlin bunun blok sxemini quraq. Deməli, başlanğıc. Burada x daxil edək. Və burada birinci şərtimiz x böyüdür 6, düzdür? X böyüdür 6-dırsa, hər hissəsi və yox hissəsini qeyd edək. Hər hissəsində əlbəttə ki, burada fx bərabərdir. X kvadratı plus 5 icra olunacaq hesab bloku olaraq. Yox hissəsində, baxın, x böyüdür 6-nın əksi, yəni ona əksi olan, yəni onun yoxu olan nə deməkdir? Yəni, x kiçik bərabərdir 6. 6 və 6-dan kiçik olanlar bura daxildir. Burada da, baxın, x bərabərdir 6 verilib. Ona görə biz məcbur olacaq ki, burada x bərabərdir 6-nı qeyd edək şərt blokunda. Düzdür? X bərabərdir 6-nı qeyd elədik və x bərabərdir 6 olduqda hansı funksiya icra olunur? Hansı ifadə? X kubu plus 7 ifadəsi icra olunacaq, funksiyası icra olunacaq. Yox hissəsinə isə qalır x kiçikdir 6-dan. 6-dan da kiçiklər və burada qeyd olunub ki, x dəyişəni tam ədəddir. Tam ədədlər bu çoxluğa, yəni intervala daxildir. 5, 4, 3, 2 və s. düzdür? Ona görə biz artıq, yəni burada, baxın bu şərt hissəsinə x 5 və 5-dən kiçiklər aiddir də. Ona görə şərt blokunu çəkməyə ehtiyac yoxdur. Avtomatik biz burada hesab blokunda fx bərabərdir. X üstü 4 çıxılsın 8-i yazacağıq. Və sonda da fx belə deyək də çap olunacaq. İndi burada yerləşmədir. Yəni burada üzr istəyirəm. Deməli belə. Deməli burada cavabımız olacaq. Həm blok sxemində də göstərdim. Yəni imtahanda bilirsiniz də vaxt az olur. Ona görə çalışın ki, intervallar usulunu tətbiq edin. Mən sizə daha ətraflı göstərdim. Həm blok sxemini qurdum. Yəni belə, bu sualla bağlı nəsə sualınız olsa, rəy bölməsində yaza bilərsiniz. Cavablandıracağım. Həmçinin dərslərimizlə bağlı nəsə irad və təklifləriniz olsa, yazarsınız, dəyərləndirəcəm. Və dövlət qulluğu və abituriyent hazırlığı ilə bağlı nəsə sualınız olsa, ətraflı məlumat əldə etmək istəsəz, 050 515 73 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.